Salam əziz insanlar, Həqiqəti Dərk Etmə kanalına xoş gəldiniz. Sizə ibrətamiz bir hekayə danışacağım. Bu hekayə iki baş qəhrəman haqqındadır. Ən çox da birinci qəhrəman haqqındadır. Əsər Xətton və Lailiyənin hekayəsi. Yenə deyirəm, bunlar ikisi də kişi adıdır. Əsər Xətton və Lailiyə. İbrətamiz hekayə zaman çərçivəsində Assuriyada baş verir. Yəni ki, nə deməkdir bu? 2700 il əvvəl baş verən bir ibrətamiz bir hekayədir. Bir çoxları deyir ki, bu hekayə realdır, bir çoxları deyir ki, uydurmadır. Amma siz özünüz qərar verin. Uydurmadır, yoxsa gerçəkdir? Buna siz özünüz baxın. Deməli, İki hökümdar yaşayırdı o vaxtı. Birinin adı Əsər Xətton idi, birinin adı Lailiyə. Günlərin bir günü Əsər Xətton Lailiyə hücum eləyir, onu əsir götürür, nəysə kef eləyir, əylənirlər döyüşçüləri ilə bir yerdə. Hər şey əladır. Qələbə, zəfər, qələbə və s. kef eləyirlər. İndi sizə belə bir şey deyim. Biraz bu ibrətamiz hekayəni danışa biraz şey eləyəcəm. Geri dərinliyə gedəcəm, sonra yenidən çıxacağım səthə və hekayəni davam elətdirəcəm danışmağa. Baxın, indi bəzi insanlar deyir ki, müharibə ola bilər Azərbaycanda. Yenə deyirəm, bu müharibəni istəyən insanlar iki cürdür. İki cür insan bu müharibənin olmasını istəyir. Bir, müharibədə iştirak etməyəcəyini bilən və müharibəni dəstəkləyən insanlar, bu birdir. İkincisi də müharibədən, qətliamdan, insanları öldürməkdən həzz alan insanlardır. Yəni nə mənada? O burada məsələn yaşayır, həmin o psixopatiyaya, nə bilim, acgözlüyə, vəhşiliyə, qəddarlığa meyilli birisi və bilir ki, burada xalqdan, cəmiyyətdən birisini öldürsə, həbs cəzası alacaq. Amma müharibə başlayanda gedib orada kimisi öldürsə, onun leşi ilə məzələnsə, o bir kayf, həzz alacaq bundan və rahatlanacaq. Məhz bu iki tipaj insan müharibənin olmasını istəyir. Nə deməkdir bu? Yəni onlar anlamır ki, nə qədər insan qətlə yetirilib, nə qədər şəhidlər var. 90-cı illərdə müharibə baş verdi, sonra 2020-ci ildə müharibə baş verdi. Nə qədər insana psixoloji travma dəydi, nə qədər insan atasız qaldı, valideynlərini itirdi. Bəlkə də gələcəkdə, indi bəlkə uşaqdılar, gələcəkdə başqa psixoloji problemlər yaşayacaqlar. Nə qədər insan bədənin hissələrini itirdi, psixoloji yaxud da ki, anatomik bir travma ilə qarşılaşdı. Sizcə o müharibəni istəyən insanlar bunun fərqindədirlərmi? Yox, onların vecinə deyil. Çünki insan elə egoist varlıqdır ki, bir şey ona təsir eləmirsə, ona yaxın deyilsə, onunla birbaşa əlaqədə deyilsə, insan onun qədrini bilmir və dəyərini belə anlamır. Nə baş verdiyinin belə tam dərindən fərqinə varmaq belə istəmir. Baxın, Trumpla Zelenski həmin o görüş keçirdilər, düzdür. Mən Trumpı, Zelenskini yaxşı birisi hesab eləmirəm. İkisi də aktyordur, ikisi də şeydir. Sadəcə Donald Trump Amerikada yayılmış 60-cı illərdən gələn pozitiv düşüncə fəlsəfəsinin təbliğatçısının şagirdi olub deyə, ona görə də belə bir uğurlar qazanıb. O vaxtda hələ Azərbaycanda indi bu pozitiv düşüncənin tərifi və reklamı 2015-ci illərdən başladı. O dövrə qədər Azərbaycanda belə bir şey yox idi. Yəni dua ilə, şükür ilə, Allah sənə pul verəcəyə, qazancını artıracaq və s. və s. Ruhsal oyunlar, ruhsal eksperimentlər, enerjilər və s. şeylər.
Məsələ ondadır ki, mən Trampı, Zelenskini bir tərəfə qoyuram və tarlada qış zamanı uzanan cəsədləri görürəm. Həmin o Ukrayna ərazisində. O cəsədlər uzanıb. Bir əskər telefonda məlumata baxırdı ki, müharibə nə zaman bitəcək. Təsəvvür edirsiniz? Nə qədər insanlar öldü, gəbərdi, nə qədər insanlara qarşı zorakılıq tətbiq edildi, cəzaların verdilər. Ukraynalılar Rusları öldürürdü, cəsədləri ilə məzələnirdilər. Ruslar da Ukraynalılar ilə. Nə qədər insan əsir götürüldü, nə qədər göz yaşı töküldü, nə qədər yaxınlar itirildi. Məgər Trampla Zelenski bunu düşünürmü? Hə? Siz Trampın üzünə baxanda başa düşürsünüz ki, o nə etdiyini bilir? Yox. O iblisani bir varlıqdır. İblisin tamamilə udmuş, iblisin tabeçiliyində olanda, yəni ki, nəfsinin tabeçiliyində, tamamilə tabeçiliyində olan və nəfsini gücləndirmiş bir varlıq. Zelenski kimdir? Zelenski də məsuliyyətsiz, alçaq birisidir. Çünki təbii sən döyüşlərdə iştirak eləyə bilərsən, Zelenski. Kənardan. Sən insanlara, nə bilim, həmin o jurnalist qadın var, Panchenko, o da bu haqda danışırdı. Yəni insanlar qabaqda ölür, gəbərir. Bu haqda özünüz məlumatları ala bilərsiniz. O qədər də danışmaq istəmirəm. Sadəcə bunu deyirəm ki, yəni bu pis bir şeydir. Məsələn, hospitallarda müharibədən sonra nə qədər mən bir əskəri görmüşdüm. O deyirdi ki, kabinetlər var, orada adamları saxlayıb. Adamlar orada deyir, anqırır. Deyir, anqırtılarından mən yata bilmirdim. Niyə anqırırdılar insanlar? Çünki müharibədə hazır olmamış iştirak ediblər və bir çox insanın, siz elə bilirsiniz ki, yolda gedirsiniz, hamı məsələn psixoloji baxımdan güclüdür, iradəlidir. Yox, bir çox insan belə şeylərə hazır deyil. Niyə görə televizorda məsələn cəsədləri və s. şeyləri göstərmirlər? Çünki bir çox insan belə şeylərə hazır deyil. Mən məsələn Azərbaycanlı döyüşçülərin orada elə həmin dövrü hərbi xidmətdə idim. Onlar videolar göndərirdilər. İndi belə yayılmırdı da, amma öz aralarında mənə də göstərirdilər. Məsələn, mən baxırdım. Təsəvvür eləyin, əskərlər 2 dənə qadını tutublar, erməni qadını. Birini burada tutublar, birini də qayaya yaxın. Birinin başına gülləni sıxırlar, o birinin başına nə edirlər? Gülləni sıxmırlar. O birini saxlayırlar belə, saçından tuturlar, ora-bura dartırlar, axırda vızılladırlar. İnsan, bax belə, elə varlıqdır ki, Dostoyevski də bunun əsərlərində qeyd edir. Elə belə öldürməyi xoşlamır. Gülləni vurub ta tez bazar öldürməyi xoşlamır. O, elə murdar varlıqdır ki, bəzi hallarda işgəncə verməkdən və incə işgəncə verməkdən, içində yaranan hisslərdən həzz alır. Onlar o qadını tez bazar öldürə bilməzdilərmi? Öldürə bilərdilər. Bəs niyə onu qayaya sürükləyib oradan atdılar? Çünki bundan həzz alırdılar. Desən ki, niyə belə eləyirsən? Deyəcək ki, mənə bizləri eləyiblər də, ona görə mən də eləyirəm. Eləməliyəm də. Başa düşürsünüz? Həmin insanlar gəlib bizlərin arasında yaşayırlar ha. Nə bilim, balaca uşaqların qollarını, ayaqlarını kəsən varlıqlar. Murdarçılıq eləyənlər. Çünki orada qaydalar yoxdur. Qanunlar işləmir. Kimi gəldi, öldürür, işgəncədən həzz alır. Deməli, Əsərxatdon yatır. Yatır və gecə vaxtı oyanır. Birdən-birə çox gözəl bir saray var onun, sarayında durur, görür. Gözəl bir aylı gecədir, ulduzlar parlayır və yaxınlaşır orası. Pəncərənin yanına yaxınlaşır. Görür, orada bir kişi gəzişir. Deyir, sən kimsən belə? Kişi də qayıdır, deyir ki, mən cadügərəm. Deyir, bəs sən nə bacarırsan? Deyir, mən sənə sehir göstərə bilərəm.
Amma bu çox sənə elə bir güc verəcək ki, sən bu gücə tabe ola bilməyəcəksən. Əsər Xatton sevinir. Aha, egomu gücləndirəcəm, nəfsimi gücləndirəcəm, mənə yeni bir güc verəcəklər. Necə də maraqlı bir şeydir. Və deyir ki, o razılaşıram. Razılaşır onunla. Deyir, mənə göstər bu sehri. Həmin o cadügər də Əsər Xattana deyir ki, bax sən bu pilləkənlə, balaca bir pilləkən qoyur, onunla qalxacaqsan və mən sənə belə bir qab verəcəm də, qabda su ilə doldu. Sən də başını suyun içinə salacaqsan. Əsər Xatton da başını suyun içinə salır. Başını suyun içinə salır və 3 ay əvvəlki həyatına elə bil geri qayıdır. İndi mən burada egodan danışmaq istəyirəm. Məsələn, belə bir jurnalist qadın var. O özünü təqdim eləyir Azərbaycanda. Mən onu məsələn görürdüm, baxırdım, idmançı jurnalist qadın idi. Instagramda şəkillərini paylaşır. Hər dəfəsində mən görürəm ki, get-gedə qadının dodağındakı rujdur, pomadadır nədir, daha da qırmızılaşır. Üzündəki bu makiyajdır, daha da qabardılır. Gözlərin rəngi dəyişir və s. Yəni baxa-baxa siz görürsünüz ki, ego insanı necə dəyişdirir. Sizcə insanlar həmin bu sosial şəbəkələrdən niyə görə istifadə edir? Özlərini göstərmək üçün. Özlərini niyə görə göstərirlər? Ego güclənir ona görə. Diqqət qazanırlar. Necə ki siz bədəni saxlamaq üçün yemək yeyirsinizsə, bədən sizə siqnal verirsə ki, yemək yemək lazımdır. Eləcə də ego nə edir? Diqqətlə qidalanır. Məsələn, siz hardasa oturursunuz və ego sizə deyir ki, bax, dostların sənə yazmadı ha. Bax, bunlar sənin qədrini bilmədi ha. Bax, bunlar sənə fikir vermədi ha. Bax, bunlar vaxtında sənin ad gününü təbrik eləmədi ha. Bax, bunlar sənə yazmadı ha. Bax, sən buna yaxşılıq elədin, bu qədrini bilmədi ha. Bax, bu sənə belə eləmədi ha. Bu da nədir? Sizin ağlınızda keçən ego düşüncələridir. Çünki ego nə istəyir? Ego daima diqqət tələb eləyir. Yəni, onun çörəyi, onun enerjisi diqqətdir. Siz tək olanda o sizin diqqətinizi tələb eləyir. Siz insanların içində olanda o sizin içinizdəki instinktləri qabardaraq sizə mesajlar verir ki, məsələn, nədir instinktlər? Sağ qalmaq, çoxalmaq, özünü göstərmək, babuinlik eləmək. Atır qabağı ki, özünü göstər, sözlə də olsa, cümlə ilə olsa da, paltarla olsa da, xarici görünüşlə də olsa özünü göstər, özünü biruzə ver. O bəzi filosoflardır, ruhani adamlardır və s. tipajda olan insanlardır. Onlar belə burada bu YouTube platformasında nə isə paylaşanda sadəcə egolarını gücləndirməklə məşğuldur. Bu qadın egosunu gücləndirir. Nəyə görə? Çünki cəmiyyət sizin beyninizə soxur ki, egonu gücləndirmək lazımdır. Cəmiyyət deyir ki, sən egosan, sən şəxsiyyətsən, bunu gücləndir. Arthur Schopenhauer deyir ki, insanın şəxsi qüruru olmayanda o ən kiçik cılız tipaj olan dövlətçilik egosundan istifadə edir. Qürurundan istifadə edir. Patriot insanlar ən cılız qürura sahib olan insanlardır. Yəni ki, içlərində başqa bir fəxr edəcəkləri bir şey yoxdur, amma ondan yapışıblar. Və o deyir ki, qürur, yəni özünü yaxşı hiss eləmək, qürur yaxşı bir şeydir. Əgər təkəbbür isə nə deməkdir? Təkəbbür sizi itələyir ki, siz o qüruru başqa insanlardan alasınız. Yəni ki, qürur sizin içinizdə çıxmasın, ha, bir meyvə kimi yetişməsin. Təkəbbür deyir ki, qüruru sən başqalarından almalısan. Və həmin qadının məsələn fikir verdikcə egosu artır. Çünki cəmiyyət sizə demir ki, sən özünü dərk eləməlisən, kim olduğunu bilməlisən. Yox, cəmiyyət 2 yaşından, 3 yaşından sizə şəxsiyyəti sunur. Valideynlər, düşüncələr, televiziya, sosial şəbəkələr və s. şeylərin vasitəsilə sunur və deyir ki, bu sənsən. Alfred və deyir ki, sən bu egonu gücləndirməlisən. Özünü göstərməlisən, özünü biruzə verməlisən. Nə bilim, hətta
işlərlə də, kampaniyaları ilə, satışlarla, reklamlarla və s. şeylərlə kiməsə nəsə eləməklə, köməkçilik eləməklə, mesenatlıq eləməklə belə sən yenə də özünü göstərməlisən, özünü biruzə verməlisən, paylaşmalısan, bilməlidir insanlar bunu. Başa düşürsünüz? İnsanlar bunu bilməlidir, dəyərini bilməlidir. Yəni əsas məsələ ondadır ki, sizə heç kəs demir ki, sən kim olduğunu bilməlisən. Ha? Çünki sizə deyirlər ki, sən egosan və sizi beləcə neynirlər? Ələ keçirdirlər və sağırlar. Sizə demirlər ki, sənin ağlındakı düşüncələr, fikirlər sən deyilsən. Onların sənə heç bir aidiyyatı yoxdur. Başa düşürsünüz? İndi siz deyə bilərsiniz ki, bəs sən burada egonu göstərmirsən. Birincisi, mən egonu göstərsəydim, diqqət cəlb eləmək istəsəydim, mən xarici görünüşə, nə bilim, kostyum zat filan belə şeylər geyinərdim. Video daha yaxşı çəkilərdi, daha gözəl, daha anlamlı, musiqili bir formatda çəkilərdi, bu bir. İkincisi də ki, mən öz cılızlığım, acizliyim, iyrəncliyim, murdarçılığım, pisliyim haqqında danışmazdım. Mən isə çox videoda deyirəm ki, mən aciz, murdar, iyrənc və cahil bir insanım. Və bir videoda çəkmişəm, mən sizə yalan danışıram adlı bir videodur. Amma toplum olaraq, toplum sizə deyir ki, daima egonu gücləndirmək lazımdır. Belə bir söz var. Sən arası gedəndə birinci paltarına baxırlar, sonra ağlına. Bu atalar sözünü kim düşünüb? Təbii ki, toplum düşünüb, düzdür. İndi Əsərxatton baxdı belə 3 ay əvvələ qayıtdı və birdən-birə gördü ki, o Lailiyədir. Lailiyə oturub öz sarayında, neysə, və ona məktub gəlir. Məktub da Əsərxattonun məktubudur. Məktubda yazılır ki, sən mənə tabe olmalısan. Neysə, Lailiyə deyir ki, bu mənim dostumdur da, mən bununla düşmənçilik eləmək istəmirəm. Bir dəfə bir paltar göndərir, sonra at göndərir, yenə də Əsərxatton narazıdır. Əsərxatton ona yazır ki, müharibə başlamalıdır. Neysə, Lailiyə qoşunlarını yığır, uşaqları ilə sağollaşır, yoldaşını öpür, qucaqlayır və deyir ki, mən döyüşə yollanıram. Bunun hamısını Əsərxatton görür ha. Sadəcə Lailiyənin içindən görür, başa düşürsünüz? Və görür ki, onlar müharibəyə gedirlər, savaşırlar. Əsərxatton Lailiyəyə qalib gəlir. Sonra görür ki, o türmədə oturub, Əsərxatton onun yoldaşı ilə sevinir. Yəni yoldaşını özünə alıb. Onun yoldaşı Əsərxattonla yatmaq istəmədi deyə özünü qətlə yetirdi. Lailiyə də indi oturub zindanın içində və öləcəyini bilir və ağlayır. Bunların hamısını görən Əsərxatton birdən-birə başını çıxartdı şeyin içindən, bu qabı su ilə dolu qabın içərisinə və dəhşətə gəldi. Getdi, Lailiyəni azad elədi, onun yoldaşını ona verdi. Çağırdı oğlunu və dedi ki, hökümdar sənsən, mən çıxıb gedirəm. Heç kəs bilmirdi nə baş verdi, nə oldu da bu birdən-birə niyə belə elədi ki? Onun övladı kimdir? Qanunlar yazan Əşşurbanipal. Əşşurbanipal Assuriyanın ya Babilistandır, ya Assuriyadır. İndi dəqiq yadımda deyil, zilli sayın. Hökümdarıdır. Tarixi bir hökümdardır. Əşşurbanipal. Əsərxatton neynədi? Əsərxatton getdi səhralara. Ondan sonra gedirdi oralara, buralara və müəllimlik eləyirdi. Bilirsiniz insanlara nəyə öyrədirdi? Cadügərin ona göstərdiyi həqiqəti öyrədirdi. O insanlara başa salırdı ki, başqasına nə etib, nə edirsinizsə siz özünüzə edirsiniz. Bütün bu insanlar elə sizsiz. Siz özünüzə nə edirsinizsə başqasına edirsiniz. Başqasına nə edirsinizsə özünüzə eləyirsiniz. Özünüzə nəsə istəyirsinizsə onu başqasına eləməlisiniz. İsa Peyğəmbər deyirdi ki, Peyğəmbərlərin qanunu bunun üzərindədir. Özünə nə istəyirsənsə onu başqalarına eləməlisən. Özünə nəyin olunmasını istəmirsənsə onu başqalarına eləməməlisən. Əsərxatton bunu, sizlər üçün bunlar adi sözlər ola bilər. Amma cadügər ona göstərdi bunu.
Göstərdi ki, bu reallıqdır, bu həqiqətdir. Bu insanlar sənsən. Ona görə onları sən döyə bilməzsən. Ona görə Budda və s. müqəddəslər deyəndə ki, insanlara yaxşı davranın. Bilirsiniz niyə görə deyirlər? Yaxşılıq eləyin, mərhəmətli olun. Ona görə ki, onlar sizsiz. Sadəcə siz düşünürsünüz ki, siz bunun içindəsiniz, buradasınız və onlar qüsurlu, pis varlıqlardır. Dostoyevski deyirdi ki, insanları yaxından tanıyırıqsa onları sevə bilmirik. Çünki biz onların nə qədər qüsurlu olduğunu bilirik. Dinlər isə sizə daima dikotomiyanın içinə salır. Ya sən Allahı sevməlisən, seçməlisən, ya da insanları. Başa düşürsünüz? Təbii mən başa düşürəm. Mən sizə deyirəm ki, nə Allah nə də ki insan arasında seçim eləyin. İçə baxın, içinizə baxın, daimi içinizə gedin. Cavab oradadır. Təbii insanlar qüsurludur, məsuliyyətsizdir. Hətta məsuliyyətli olduqlarını düşündükdə belə məsuliyyətsizdir. Hətta ciddi danışanda, bir hərəkətlər edəndə, düşünəndə, gələcəyi proqnozlaşdıranda və s. şeylər eləyəndə onlar nə qədər cahil olduqlarını, nə qədər məsuliyyətsiz olduqlarını bilmirlər. Belə bir faktı da qeyd edeyim sizə ki, məsələn mən aşkarladım ki, qadınlar biraz köklüsə yaxşıdırlar. Yəni belə deyim də, onlar yaxşılıq eləməyə meyillidir və daxilən də yaxşıdırlar. Biraz köklülərsə. Və əgər qadın çox arıqdırsa, ayaqları, bədəni arıqdırsa, o dəhşətli dərəcədə egoistdir və özündən razıdır. Sadəcə bunu göstərmir. Məsələn, mən bəxtsizliyimdən bu qədər qadınları məsələn gördüm. Hər birisi deyir ki, mən çətin bir insanam. Mənimlə baş edə bilməzsən. Mən çətinəm və s. elə belə söhbət eləyirdim onlarla. Və mən başa düşürdüm ki, hamısı egoistdir, dəhşətli dərəcədə egoistdir. Eyni şey də kişilərə aiddir. Amma bu qadınlar daha çox egoistdir. Nə qədər arıqdırsa, nə qədər gülərüzdürsə, Sigmund Freud deyir ki, insan nə qədər gülərüzdürsə, sevimlidirsə, o içində o qədər iblisi daşıyır. Alfred Adler ona görə deyirdi ki, siz o insanları görmürsünüz deyə, bu böyük psixoloqdur, o qədər insanlardır, insanları müalicə edən birisi. O deyir, siz onları görmürsünüz deyə, sizə elə gəlir ki, onlar normaldılar. Siz onların içlərini bilsə, siz dəli olacaqsınız. Viktor Frankl deyirdi ki, əvvəllər insanlar cinsiyyətin belə də bastırılmasından əziyyət çəkirdi. Sonra yarımçıqlıq kompleksindən əziyyət çəkməyə başladı. Sonra da mənasızlıqdan. İndi də insanlar onları heç kəsin anlamadıqlarından əziyyət çəkir. Başa düşürsünüz? Çünki insanlar 2700 il əvvəl yaşamış Əsər Xəttonun anladığı həqiqəti anlamır ki, bunlar sizsiz. Cılızlarda, acizlərdə, vəhşilərdə, heyvanlarda, kafirlərdə, müqəddəslərdə, günahkarlarda hamısı sizsiz. Çünki siz onları öz içinizdə, öz duyğularınızla anlayırsınız. Öz düşüncələrinizlə, öz təsəvvürünüzdə onların necə göründüyünü, nə cür düşündüyünü anlayırsınız. Bunu ancaq siz öz içinizdə eləyirsiniz. Və o insanlar sizə sizləri göstərir. Bu qədər. Yəni, çalışın ki, öz içinizə gedəsiz, özünüzü dərk eləyəsiz. Çünki bu və insanların gülərüzlüyünə, xoşbəxtliyinə və s. romantik sözlərinə bir növ aldanmayasınız. Çünki insanlar, siz onlara yaxınlaşanda belə, onlar o gülərüzlüyü, o enerjini sizə verməyə, sanki saçmağa davam eləyəcəklər. O ki, biraz dərinə getdiniz, biraz dərinə getdiniz, gördünüz orada işin yoxdur. Mən isə sizinlə danışıram, məsələn, nə sevinç yayıram, nə başqa bir enerji filan işi yaymıram.
Amma siz gəlib mənim içimə baxsaz görəcəksiniz ki, bu insan necə danışırsa elə də birisidir də, yəni heç bir içində bunun gizli saklı, nə bilim, belə qusmaq deyə bir şey yoxdur. Bu qədər. Özünüzü dərk eləyin. Öz içinizə gedin. Burada heç nə yoxdur. Yalnız sizin içiniz.